Xanım bunu doğrudan dəyişmək istəyir, yoxsa sadəcə o bir Aytən xanımla oturub bir çaşka çay içəndə, bir fincan çay içəndə söhbət mövzusudur onun üçün. Baxın, məsələ bundadır. Ümumiyyətlə Aytən xanım, belə bir mövzuda toxunmaq istəyirəm bağlantılı olaraq əsas mövzumuza. Bizim münasibətlərlə bağlı oturuşmuş paternlarımız var əksəriyyətimizin beynində. Siz dediniz ki, beynimiz necə işləyir? Mən də orada lampa yandı. Bu oturuşmuş paternlar necə işləyir? Biz ümumiyyətlə həyatı valideynlərimizin gözü ilə, dolayısıyla metaforik desək, valideynlərimizin pəncərəsindən tanıyırıq da. Çünki biz valideynlərimizin ailəsində dünyaya gəlirik deyə, onlar bizə həyatı necə təqdim eləyir, elə öyrənirik. Ona görə bir gözəl söz var. Deyirlər ki, bir övladın 3 valideyni var. Anası, atası və anası atasının arasında olan münasibət. Bəli. Ona görə də biz valideynimizin bizə olan münasibəti və onların aralarındakı münasibət paternlarını gələcək həyatımızda bəyənməsək belə, hətta bəyənsək də, bəyənməsək də, bəli, müəyyən qism biz meyilli oluruq onları təkrarlamağa.